16-cı suala baxırıq. Demək, topluda buna aid bir sual var idi. Bu suala oxşar. Deməli, bizə deyir ki, metalların ümumi kütlə payı 31-dir. Qarışıqda olan kükürdün kütlə payını tapın. Metalların ümumi kütlə payı 31-dirsə, kükürd hansı qalıqların içərisindədir? SO4-lərin. Deməli, yerdə qalır 100%-dən 31% çıxırıq. 69% SO4 qalır. Və biz həmin SO4-lərin tərkibindəki kükürdü tapırıq. Yəni yazırıq omega kükürd bərabərdir. Cəmi 3 ədəd demək, buradadır dəmir 3 sulfatda. İkisi də digər duzlarda. Cəmi 5 ədəd kükürd var. 5-i vururuq kükürdün A yeri 32-yə. Bölürük toplam SO4-lərin cəminə. Yəni 1 SO4, 2 SO4, 3 SO4. Bu da elədir 5 ədəd. Yəni 5 vur. SO4-lərin emeri 96-dır. Çünki sulfat duruşusu 98-dir. 2 ədəd hidrogen atomun çıxanda 96 qalır və vururuq həmin 69%-ə. 5-lər gedir. 96 32-yə bölünür 3 qalır. 69-u da 3-ə böləndə 31% kükürd qalır kütlə payı. Oksigeni də tapanda yenə də bu qaydada yazırıq ki, oksigen bərabərdir. Oksigenin sayları 4, üzərinə gəlirik 4, 8, 12 ədəd də burada. Yəni, cəmi 20 ədəd. 20 vurulsun A yeri 16-ya bölünsün. Yenə məxrəcdə 5 vur 96, o da vurulsun 69%. İxtisar aparırıq. 4. Demək, 96 2-yə ixtisar getsə 48. 16 2-yə ixtisar getsə 8. 48-i 8-ə bölsək 6. 6 ilə 4 2-yə ixtisar getsə burada 2 qalır. Burada 3 qalır. İxtisar getsə 69 ilə 31 qalır. 31-i də 2-yə vuranda 62% də həmin deməli oksigenidir.